Ötən ay yol nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı mərkəzi klinik xəstəxanadan evə buraxılıb. Bloger Salih Nəsirov xəstəxana çıxışından video paylaşıb. Qeyd edək ki, hadisə dekabrın 25-i Bakının mərkəzi küçələrinin birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb. Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu'nun narkotik testlərinin nəticələri açıqlanıb. Aparılan müayinələr zamanı hər iki sənətçinin dərman testinin nəticəsi mənfi çıxıb. Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra ev dustaqlığına buraxılan tanınmış aktyor Oktay Kaynarca test nəticəsi yetərli cavab olacaq deyə açıqlama vermişdi.